Herkese salam. Kanalımda OTK 28 dekabr 2025-ci ildə keçirilmiş buraxılış 10-cu sinif suallarının davamı kimi indi essay paylaşacağım. Gəlin baxaq. Deməli, qeydlərə girək. Essaydə bizim əsas tələbimiz nələrdir? 35 söz, obrazlara ad vermək, ən azından əsas bir neçə obraza. Bir də eyni zamanda olması, mən də keçmiş zamanda yazacağım. Deməli, it was the day before an important football match. Gəlin orada məşqçiyə ad verək. Mike the coach. Deməli, was explaining keçmiş davam edicində istifadə edə bilərsiniz, çünki keçmiş sayı ilə uzlaşır. Explaining his students the important ethics və yaxud the important rules. Next day, two teams competed, yəni yarışdılar, in a challenging football match. Yəni gərgin bir futbol yarışında onlar yarışdılar. The team və the Mike's team yazaq eləcə. Eləcə the teams yaza bilərik bir dəqiqə. The teams played hard, yəni gərgin oynadılar. Mike's team won the race, yəni yarışı və yaxud won the match, yarışı qazandı. The team were so happy. At the end of the match yaza bilərsiniz bura. Mən qeyd edeyim. Yəni yarışın sonunda at the end of the match.